Son illər müxtəlif səbəblərdən xarici ölkələrə köçən Azərbaycan vətəndaşlarının sayı artmaqdadır. Bu isə onların sosial təminatı, xüsusilə də pensiya hüquqlarının taleyi ilə bağlı sualları aktuallaşdırır. Başqa ölkədə yaşayan şəxsin Azərbaycandan aldığı pensiya dayandırıla bilərmi, yoxsa bu hüquq müəyyən şərtlər daxilində qorunur? Mövzu ilə bağlı konkretaza açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, əmək pensiyaları haqqında qanunun 43-cü maddəsinə əsasən Azərbaycan Respublikasından xarici dövlətin ərazisinə köçmüş, lakin Azərbaycan vətəndaşlığını saxlayan şəxslərin pensiya hüququ qorunur. Belə şəxslər pensiyalarını öz istəklərinə uyğun olaraq ya Azərbaycan ərazisində mövcud olan, ya da yaşadıkları xarici ölkənin müvafiq bank hesabına köçürülməsi üçün müraciət edə bilərlər. Əmək hüquqları üzrə ekspert Etibar Qarayev isə deyib ki, vəziyyət vətəndaşlıq dəyişdikdə fərqli olur. Əgər şəxs Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq başqa ölkənin vətəndaşlığını qəbul edərsə və həmin dövlətdə əmək fəaliyyəti ilə məşğul olarsa, bu halda onun Azərbaycandan aldığı təqaüd dayandırılır. Beləliklə, mütəxəssislərin fikrincə, vətəndaşın pensiyasının dayandırılıb-dayandırılmaması əsasən onun Azərbaycan vətəndaşlığını saxlayıb-saxlamamasından asılıdır. Vətəndaşlıq qorunduğu halda pensiya hüququ da qüvvədə qalır.